Davam edelim dostlar, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə görkəmli alim professor Ağabey Sultanovun anadan olmasının 90 illiyi nəzr edilmiş Düşüncənin Parlaq İşığı adlı elmi praktik konferans keçirilib. Tədbirin rəsmi hissəsində alimin xatirəsinə nəsr olmuş film və stend nümayiş etdirilib. Daha sonra müasir psixiatriyanın aktual problemləri, o cümlədən depressiyanın müalicəsi, onlayn oyun asılılığı, bu çox vacibdir və səhiyyədə süni intellektin rolu kimi mövzularda məruzələr dinlənilib. Konferansda dünya şöhrətli alimin ən böyük zənginliyi vicdanın təmizliyidir fəlsəfəsi bir daha ön plana çəkilərək onun tibb elminə verdiyi tövbələri yüksək qiymətləndiriblər gələn qonaqlar. Biz də bugün əslində rəqəmsal dünyanın uşaqlarımıza təsirindən danışacağıq. Bu mövzuda qonağımız da olacaq. Amma gəlin ki, Gəray Bəlini dinləyək, eşidək, görək. Ağabey müəllim mənim elmi rəhbərim olub, mənim müəllimim olub və 15 il ərzində demək olar ki, hər gün mən onunla təmasda olaraq böyük məktəbin tələbəsi idim və bu məktəb təkcə psixiatriya elminin məktəbi yox, həm də həyat məktəbi idi. Ağabey müəllimin həyat fəaliyyəti bugün bir çox məruzələrdə danışdı. O həm psixiatriyada dərin iz qoymuş insandır. Azərbaycanda ilk dəfə olaraq sosial psixiatriyanın istiqamətini yaradılan yaradıcılardan biridir. Eyni zamanda da psixiatriya məktəbin banislərindən biridir.